Əziz qonaqlar, təşəkkür edirəm hər birinizə. İkinci Qarabağ müharibəsində şəhidlərimiz oldu. Onları mütləq biz qeyd edirik, çünki başqa cür ola da bilməz. Onların sayəsində, Ali Baş Komandanımızın sayəsində biz bugün başı dik gəzə bilirik, fəxrlə gəzə bilirik və ümumiyyətlə bu il Qarabağ ailəsi üçün yanvar ayında çox böyük bir itki də oldu. Tək Qarabağ yox, ümumiyyətlə Azərbaycan futbolu, Azərbaycan ictimaiyyəti, Azərbaycan iqtisadiyyatı üçün Qarabağın qurucusu, təsisçisi 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin məsləhəti ilə Qarabağ klubunu götürüb himayəsinə və açıq deyək ki, bugün Abdülbari bəy vaxtında Qarabağ himayəsinə götürməsəydi, mən inanmıram ki, Qarabağ bu səviyyəyə yəni, gəlib çata bilərdi. Çünki bunun üçün böyük maliyyə lazımdır və Abdülbari bəy illərlə bunu xərcləyib Qarabağ üçün, Qarabağ adı üçün, Azərbaycan futbolu üçün və mən sizdən çox xahiş edirəm, bir dəqiqəlik sükutla həm şəhidlərimizi yad edək, həm də böyük insan Abdülbari bəy gözəl edir. Teşekkür ederim hepinize.